Elektron cədvəl diaqramında 2 növ məhsulun 4 aylıq satış miqdarı verilmişdir. Buna uyğun olaraq hansı diaqramın bu diaqrama aid olduğunu, yəni bu diaqrama aid olan cədvəldən yarandığını tapmalıyıq. Baxın, burada aylar üzrə göstərilib. May, iyun, iyul, avqust. Amma aşağıdakı cədvəldə bizdə, yəni daha doğrusu diaqramda aylar göstərməyib. Çox böyük ehtimal bunun cəmidir bu. Baxaq, birinci növdə bizim cəmimiz neçə olacaq? 10 üstə gəl, 20 üstə gəl, 30 üstə gəl, 30. Yəni ki, birinci növə növ 1-də ümumilikdə 90 ədəd məhsul satılıb. Daha sonra isə növ 2-yə baxaq. Növ 2-də görək bizdə neçə dənə məhsul satılıb. 20 buradadır, 40 burada, 30. Ümumilikdə 120 məhsul satılıb. Deməli, növ 2-də 120, növ 1-də 90. Buna uyğun varianta baxsaq, bizə uyğun variant bizdə A variantındakı diaqram olur ki, bizim doğru cavabımız A variantıdır.